Toplum TV iş üzrə keçirilən məhkəmədə Dövlət Vergi Xidmətinin mütəxəssisi təqsirləndirilənlərin 79 min manat vergidən yayındığını iddia edib. Lakin prosesin gedişatında aydın olub ki, vergi xidməti bu məbləği hər hansı bir yoxlama nəticəsində müəyyən etməyib. Sadəcə istintaq orqanının təqdim etdiyi rəqəmlərə əsaslanıb. Məsələ ilə bağlı fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssisi Nəsimi Süleymanov dindirilib. Təqsirləndirilən şəxslərdən Toplum TV-nin həm təsisçisi, media ekspert Ələsgər Məmmədli məhkəməyə xatırladıb ki, onun müxtəlif beynəlxalq qurumlardan xidmət müqaviləsi əsasında aldığı ödənişlər istintaq orqanı tərəfindən qrant kimi təqdim olunub. O, nazirlik nümayəndəsindən qanunvericiliyə əsasən xidmət müqavilələrinin hansı dövlət qurumunda qeydiyyatdan keçirilməli olduğunu soruşub. Mütəxəssis bu suala cavab verə bilməyib. Ələsgər Məmmədli suala özü cavab verərək bildirib ki, qanunvericilikdə xidmət müqavilələrinin qeydiyyata alınması ilə bağlı tələb yoxdur. Toplum TV-nin həbsdə olan jurnalisti Fərdi İsmailov da mütəxəssisə suallar ünvanlayıb və özünə aid olan vergidən yayınma sübutlarının məhkəməyə təqdim olunmasını tələb edib. Vergi xidmətinin əməkdaşı onun da suallarına cavab verə bilməyib. Fərdi İsmailov bu halda İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılmasını tələb edib. Məhkəmə onun vəsadətini təmin etməyib. Təqsirləndirilən şəxslərdən 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətli də Mikayıl Cabbarovun məhkəməyə gətirilməli olduğunu deyib. O xatırladıb ki, ittiham aktında ona 11 min ABŞ dolları məbləğində köçürmə olduğu yazılsa da, sənədlərin tədqiqi mərhələsində belə bir sənədə rast gəlinməyib. Ardınca hakim Toplum TV-nin redaktoru Müşfiq Cabbarın üzərindən müxtəlif şəxslərə çatmalı olan pul vəsaitlərinin tapılması iddiası barədə suallar verib. Müşfiq Cabbar bildirib ki, saxlanılan zaman üzərində yalnız video kamera olub. Müdafiə tərəfi xatırladıb ki, bu barədə protokol saxlanılmadan yalnız 7 ay sonra Müşfiq Cabbar həbsdə olarkən və onun imzası olmadan hazırlanıb. Toplum TV iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlardan 8 nəfər hazırda həbsdə saxlanılır. Bu iş üzrə saxlanılanlar qaçaqmalçılıq və başqa maliyyə cinayətlərində ittiham olunurlar. Özləri cinayət işini qurama hesab edir və siyasi səbəbdən həbs olunduqlarını bildirirlər.